O sizi ora göndərəcək ki, əzab çəkəsiz, yanasız, boğulasız, daim çığırasız. Amma o sizi sevir. O zamandan daha sonra düz 10 ilə yaxın ateist oldum və başladım gözə görünməz bir varlıqla mübarizə aparmaq. Bəs niyə Afrikada insanlar acından ölür, əgər Allah varsa? Bəs niyə uşaqları valideynlərinin əlindən alırlar, əgər Allah varsa? Niyə manyaklar var? Niyə bax belə pis insanlar var? Niyə onlar yaxşı yaşayırlar? Niyə bax yaxşı insanlar kasıbdılar? İnanmamaq deyilən bir şey insanda yoxdur elə bir funksiya. İnsan mütləqi şəkildə daimi olaraq nəyəsə inanır. Mən artıq mənəm, heç kimə də güvənmirəm. Nəyəsə də olursa mənə mütləq sübutunu gətirin onun, gözümlə görüm, gözümlə görmədiyim bir şey, qulağımla eşitmədiyim bir şey inanmıram. Mükəmməl bir varlıqlar, yəni hansılar boş durduq yerdə təsadüfi nəticədə yarandılar. Nə danışırsınız? Sonunda da qurtların qidası olacaq, ifso. Mən nəyəsə dəyişməliyəm həyatımda. Bu şəxs, bu ego. Həyatım mənim əlimdədir, kiminsə yox. Kimsə məni idarə eləmir. Daha sən heç kimin üstünə məsuliyyəti, heç nəyin üstünə məsuliyyəti yıxmırsan. Ümumiyyətlə, cənnət və cəhənnəm buradadır. Təsəvvür edin minlərlə suallar. Niyə məndə filan yerdə ağrılarım var? Niyə mənim həyatım belədir? Niyə mənim qarşıma belə bir insanlar? Minlərlə suallar, hansının cavabı birdir. Nəyə inanırsansa, o da sənin həyatında baş verir. Kimsə deyə bilər ki, özünü elə proqramlayırsan, beynini elə proqram olsun elə. Fərqi nədir ki? Nədən müsbət bir şeylərə inanmayasan ki? Nədən müsbət bir şeylərə özünü proqramlamayasan ki? Bəsdir, yer etdilər uşaqlıqdan bəri beynimizə. Allah baba acıqlanır filan bir şey eləyəndə sən. Allah baba bax səni cəzalandıracaq, səni cəhənnəmə göndərəcək. Şapalaq vururdular onun əvəzinə bizə. Bunun başını buraxın. Daha başqa bir dövrdür.